Dostlar salam. Biz bəzən elə bilirik ki, həyatda uğur qazanmaq üçün, böyük işlərə imza atmaq üçün gərək çox böyük addımlar ataq. Amma mən bu gün gəlib sizə istəyirəm deyəm ki, yox, belə deyil əzizim. Çox kiçik işlərlə, vərdişlərlə əlbəttə, adətlərlə, hətta xırda, atomik adətlərlə biz eləyə bilərik həyatımızda çox böyük uğurlara imza ataq. O adətlər nələrdir, nələr riayət eləyə gəlmişəm sizə bu haqda danışam. Deməli, insan övladı əgər bir işi istəyirsə, davamlı eləsin, gərək böyük başlamasın. Çünki bizim beynimiz və bizim hövsələmiz belə deyil ki, böyük işləri başlasın və onu sona çatdırsın. Biz adətən istəyirik ki, həyatımızda olan o dəyişiklik radikal olmasın. Yəni birdən həyatımız bu səhifədən başqa səhifəyə keçməsin. Bu modeldən başqa modelə keçməsin. Biz istəyirik, yəni elə formada həyatımızda xırda dəyişiklik olsun ki, alışa bilək, vərdiş eləyə bilək. Ona görə də araşdırmaçılar buna deyirlər mikro vərdişlər, xırda adətlər. İnsan onlara alışa bilir. İnsan həyatına kiçik vərdişlər gətirərək, amma zamanla bu vərdişləri davam etdiyinə görə çox böyük nəticələr əldə edə bilir. Baxın, mühüm nədir? Mühüm olan odur ki, sən nəticə əldə edəsən. Düzdür? Bunun üçün sən elə hər gün həyatıva çox kiçik bir adətlər gətirməklə sən bu işi görə bilərsən. Misal olaraq deyirəm, indi yuxudan durmusan, ilk işin istəyirəm mən bir stəkan su içəm. Hər gün boş qarına bir stəkan su içəm. Bunu özümə adət edirəm. Çətin bir işdir, xeyr. Amma sən bunu həmişə eləsin, təbii ki, bunun bioloji faydasını görəcəksən. Və buna bənzər onlarla iş insan həyatında öz təsirini göstərə bilər. Elə həmin o xırda vərdişlərlə. Motivasiya ilə fərq bilirsiniz nədir? Bizə bəzən motivasiya verirlər. Sən başla, məsələn, sən bacararsan, get dil öyrən, düşürük birdən-birə günün 5 saatın İngilis dilini öyrənmək. Ya hər hansısa bir müəyyən bir sahəni istəyirik öyrənək və ona mükəmməl şəkildə sahib olaq. Bir gün, 2 gün, 3 gün bu işi görəcəyik. Ondan sonra da bir dəfəlik qoyacaq kənara. Çünki beyin çəkmir. Biz elə tənzimlənməmişik əzizim. Bizim proqramımız o cür qabağa getmir. Amma sən gündə o 5 saat əvəzinə elə 20 dəqiqə o dil üçün, dil öyrənmək üçün vaxt qoysaydın, hətta 15 dəqiqə, amma hər gün bu işi etsəydin, sən mütləq 3 ay sonra, 5 ay sonra onun nəticəsini görərdin. Mühüm olan disiplindir. Bax, bunu unutmayın. Bugün bu cümləni sizə deyirəm. Mühüm olan motivasiya deyil. Bəli, bizim o motivasiya, stimula, həvəsləndirici sözlərə də ehtiyacımız var. Mən demirəm yoxdur. Amma onun davamı az olur. Mən sənə deyirəm disiplin. Mən sənə deyirəm nəzm, intizam, inzibat. Əgər eləyə bilsin həyatında o gündəlik nəzmi, amma davamlılığı qorusun, o əmin ol ki, effektiv olacaq. Nəticəsini görəcəksən. Deməli, keçək indi bu suala. Hansı adətləri həyatımıza salaq? Hansı vərdişlər çox önəmlidir? Yəni, inkişaf üçün, mənim şəxsiyyətimin mütərəqqi olması üçün hər birimiz, qadın ol, kişi ol, yaşından asılı olmayaraq, nələri elə? Mən gəldim, neçə dənə burada qeyd eləmişəm. Bəli, 5 dənə qeyd eləmişəm ki, bunları həyatımıza gətirək. Yəni, əgər həyatımızda yoxdursa, mütləq həyatımıza salaq bu 5 adəti. İndi bunun zamanın yarım saat olacaq, 1 saat olacaq, 5 saat olacaq. Bunu sənin öz potensialıma bıraxıram, öz şəraitinə, imkanlarına bıraxıram. Birinci məsələ, yuxudan ki durduq, bunu vərdiş halına salaq.
ilk görəcəyimiz işlər ən vacib işlərimiz olsun. Bunu adət halına salaq. Məsələn, mən yuxudan durmuşam, deyirəm, mən bugün hansı işləri görməliyəm? 5 işi görməliyəm. Məsələn, işə getməliyəm, filan kəsi görməliyəm, filan, məsələn, işıq pulunu ödəməliyəm, filan yerdə kreditim qalıb onu eləməliyəm, nə bilim, filan kəsə zəng vurmalıyam, bilmirəm. İndi hər gün insan yuxudan duranda bir sıra işləri var da. Bunların içərisində öncülük, prioritet deyirlər. Sənin üçün ən əsası hansıdır? Onu qabağa sal. Yəni, həyatımız bu şəkildə gərək olsun, ha. Yuxudan duranda ən vacib olanı ən birinci eləyək. Sonra da beynimiz rahat olsun da ikinci iş, üçüncü iş artıq asanlaşır. Çünki ən vacib olanı eləmişik axı birinci. Biz bəzən bilirsiniz nə edirik? Yüngül işləri eləyirik, deyirik, qoy bunlar əldən çıxsın, ən vacib olanı saxlayırıq axıra, sonra enerjimiz tükənir. Stresə düşürük, zaman keçdikcə görürük, o qalıb, ən vacib olan qalıb, həyəcanlanırıq, işlər xarab olur, inkişafdan qalırıq. Günümüz o stresli keçir, mənasız o istirablar yaşayırıq. Yox, bu işi görmürük. Deməli, bunu vərdiş halına salırıq. Hər gün yuxudan durduq, ən vacib işlərimizi ən birinci eləyəcək. 2. Lütfən kitab oxumağı hər gün həyatımızın əsas prinsipi olaraq görək. İndi bu kitab oxumaq 3 səhifə oxuyacaqsan, 5 səhifə oxuyacaqsan, 10 səhifə oxuyacaqsan, sən özünə aiddir. Sənə bağlıdır. Mən bilmirəm, sən kitab oxuyan adamsan, nə qədər gündə kitab oxuyursan, oxumursan, bilmirəm. Amma ən azından 1 səhifədə olsa, 2 səhifədə olsa, lütfən o lazım olan insan həyatının inkişafında şərt olan o kitab oxunmalıdır. Dünya yazarlarının ədəbiyyatından, bilmirəm, dini ədəbiyyat, nə istəyirsən, bir şey ki, sənin həyatında təsir eləyəcək. Mənəvi həyatında, sənin inkişafında, sənin tərəqqündə təsir olan o kitabı zəhmət çək, al, oxu. Ya dostundan al, ya git mağazadan al, ya bir kitabxanadan götür, oxu, 2 səhifə, 5 səhifə, oxu, hər gün oxu. Bunu adət halına salaq. Biri deyirdi, mən kitab oxumuram, amma heç ciddi bir zərər də görmürəm həyatımda. Kitab oxumuram, heç zərər görmürəm. Başqa bir də qayıtdı, dedi ki, əzizim, sən görmürsən ki, biz görürük. Yəni, sənin o cahilliyin ucbatından, sənin oxumamağın ucbatından səndən bizə zərər gəlir, sənin xəbərin yoxdur. Sənin davranışından, sənin bizə olan müraciətlərindən, sənin bizdən olan intizarından və s. və ilaxır. Yəni, kitab oxumayan adam elə bilir ki, mən oxumuram, heç bir həyatımda əskilik də yoxdur. Əzizim, onu sən hiss eləmirsən, onu ətrafdakılar hiss eləyir. Onu ətrafdakılar hiss eləyir. Lütfən, xahiş eləyirəm, oxuyaq. Mən demirəm, mütləq kitab ala oxuyaq. Bir saytdan bir məqalə indirək oxuyaq. Yükləyək telefonumuza, bir şey oxuyaq. Gedə bir nəfərin, əgər yaxşı statuslar yazırsa, aforistik, hikmətli cümlələr, səni dəyişən ifadələr, onları girin, oxuyun. Elə ancaq oyun saytları, ancaq nə bilim, maraqsız səhifələr, əyləncə səhifələri, bunlardan biraz çıx. Gəl biraz maariflən, oxu, öyrən, art. Bax, mənim sözüm budur. Lütfən bunu da gündəlik adətimiz edək, qeyd edək, bunu saxlayaq. 3-cü məsələ, adət halına salaq həyatımızda. Nə? Yox deməyi öyrənək. Hər şeyə hə deməyək. İstəmədiyimiz, xoşlamadığımız təklifləri rədd etməyi bacaraq. Utandığımızdan, xəcalət çəkdiyimizdən, dedi də yox deyə bilmədim, bu işi görməyək. Rahat şəkildə öyrəşək yox deməyi. Filan kəs, filan işi gəl gör, sən görürsən, o işi görmək sənin potensialında deyil, sənin belə bir məsuliyyətin yoxdur və yaxud şəxsiyyətin ona icazə vermir və ya hal-hazırdakı proqramın ona icazə vermir. Denən ki, mədəni şəkildə yox, mən üzr istəyirəm, bacarmayacam, alınmayacaq və yaxud
ola bilər deyəsən ki, bu şəraitdə alınmır. 3 ay sonra mən eləyə bilərəm, 5 ay sonra eləyə bilərəm, 1 həftə sonra. Yəni o zaman ki sənə zərərdir bunu eləmək, o zaman yox deməyi bacar, öyrəş, bunu vərdiş halına sal. Amma bir dənə mən sənə yol öyrədim də. Ola bilər bəzən deyir, yox, demək olmur da. Sən bilirsən elə, biri sənə zəng elədi, dedi ki, filan kəs, səndən filan şey istəyirəm, telefonda yox deyə bilmirsən. Denən ki, icazə ver, mən bir fikirləşim, sənə yazacam. Telefonu söndürdün, fikirləş, görürsən də eləmək istəmirsən. Yaz, mesaj olaraq yaz ki, filan kəs, ümid eləyirəm bu işin tezliklə düzəlsin, amma mən hal-hazırki vəziyyətimdə bunu sənə eləyə bilməyəcəm. Və yaxud biri üzdə sənə, məsələn, nəsə səndən istəyir. Həmin zaman tez hə demə, əgər yox deməyi bacarmırsansa, deyən icazə ver, yaxşı. Mən fikirləşib, gedib evdən sənə xəbər eləyəcəm. İndi ola bilər desin ki, gedib evdən birdən də yox demə. Eyb yox, mən fikirləşim, sənə xəbər eləyəcəm. Ged evdən əgər istəmirsənsə yaz. Əvvəla möhkəm ol, güclü ol, həmin zamanda bir şey istəmirsənsə rahat yoxdur. İndi mən deyirəm, əgər o gücün yoxdursa, indi sən ürək yumşaq insansan, indi hamımız o cürüyü, elə bilmiyoruz ki, mən indi deyirəm, mən özümdə rahat yox deyə bilirəm. Mən də bunları təcrübə ilə ələ gətirdim. Yəni öyrəşdim ki, üzdə yox deyə bilmirəm, heç olmasa zaman alım, gedim evdən yazım ki, yox, alınmır, bacarmıram, ya hal-hazırda eləyənmərəm. Mən də bunu zamanla öyrəndim. Mənim özümə də yox demək çox-çox çətin idi. Elə indi də çətindir. Amma buna öyrəşmək lazımdır. Bunu həyatımızın prinsip eləmək lazımdır. İstəmədiyimiz şey yox deyəcək. Elə dində də bu cürdür də. La ilahə illallahdan başladı. La ilahə, Allah yoxdur, illəl Allahdan savayı. Məbud yoxdur Allahdan savayı. Yəni bir şey yox deyirsən ki, digər müsbət şeylər həyatına gəlsin. Bəzən yaxşıların gəlməsi üçün o mənfilərə yox demək lazımdır. Dördüncü məsələ çox vacib məsələ, mədəniyyət. Vərdiş halına salaq onu. Nədir o? Dinləmək. Dinləməyi bacarmaq özü bir mədəniyyətdir. Özü də yüksək mədəniyyətdir. Bunu mütləq gündəlik adətimiz eləyək. Biri danışır, onu dinləyək. Dinləməyi bacaraq. Dinləsək, öyrənəcək. Dinləsək, qarşı tərəfin diqqətini özümüzə çəkəcək. Dinləsək, seviləcək. Dinləmək özü həmin şəxsin ürəyinin genişliyini göstərir. Bir növ karizmadır ya. Dinləyən insan karizmatik insandır. Bunu unutmayaq. Mən deyirəm, bunu həyatımızın əsas, vacib gündəliyinə salaq. Çünki çoxumuzda bu problem var, əfsuslar olsun. Danışırıq, o da danışır, mən də danışırım. Davamlı, hamı gözləyir ki, o danışsın, bitirsin, mən tez dalınca danışım. Hələ bəzən ağız-ağıza verir, o heç. Bəzən ən yaxşı halda gözləyirəm ki, qarşı tərəf bitirsin, mən tez danışım. Dinləmirəm ki, öz beynimdə o danışdıqca cavab hazırlayıram ona. Lütfən, dinləyək, eşidək, bir-birimizi dinləsək, hörmətlər də artar. Axırıncısını deyirəm, gündəlik həyatımızda olsun, yuxudan durandan axşam yatana qədər sağlam həyat yaşamağı adət halına salaq. 3 şey riayət edəcək. Yeməyimizə sağlam yemək, yatmağımıza vaxtında istirahət eləmək, yatmaq, 3 hərəkət halında olmaq. Bu bizim proqramımız olacaq. Yəni sonuncu sözüm budur ki, sağlam həyat bizim gündəlik vərdişimiz olsun. Yediklərimizə diqqət eləyək. Baxaq görək nə qədər bədənimizə kalori lazımdır bu günləri. Ondan artığını almayaq. Şirini nə qədər yeyəcək, nə qədər protein qəbul edəcək, ona diqqət eləyək. Lütfən vaxtında yataq, gec yatmaq hamımızı məhv edib, bir də hərəkət halında olaq. İnsan bu dünyaya gəlib ki, hərəkət eləsin. Yəni biz avtobusda da neçə saat oturandan sonra görürük ayaqlarımız tutuldu. Niyə görə? Çünki biz öyrəşməmişik də buna. Biz öyrəşmişik hərəkət halında olaq. Hərəkət enerji gətirir. Bəzən elə bilirik ki, enerjimiz olmalıdır ki, hərəkət eləməliyik. Yox, hərəkət elə, enerji hərəkətdən doğur. Ümid edirəm bugün söhbət sizə maraqlı oldu. Sizlərə uca Allaha tapşırıram. Allah əmanət qalın.